gün görkəmli şair, dramaturq, ictimai xadim Səməd Vurğunun anım günüdür. Şair 1956-cı il 27 may tarixində axşam saat 19:30-da vəfat edir. Cəmi 50 il ömür sürməsinə baxmayaraq, o özündən sonra zəngin bədii irs qoyub. Muzeyimizin ekspozisiyasında bu tarixlə bağlı stend nümayiş olunur. Səməd Vurğunun cənazəsi 3 gün Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. 3 gün müddətində ardı-arası kəsilməyən insan axını şairlə vidalaşır. Belə bir faktı da bildirmək istəyirik ki, o vaxt Azərbaycan Akademik Dram Teatrı indiki Musiqili Komediya Teatrının binasında, yəni şairin yaşadığı mənzilə yaxın yerləşirdi. Şairin ölüm xəbərini eşidən aktyorlar tamaşanı dayandırmış, Səməd Vurğunla vidalaşmaq üçün elə səhnə paltarında son dəfə onu ziyarət etmişdilər. May ayının 30-da isə bütün Azərbaycan xalqı şairi böyük izdihamla son mənzilə yola salır. Şair 1-ci Fəxri Xiyabanda dəfn edilir. Bu fotolar Səməd Vurğunun dəfn mərasimini əks etdirir. Heykəltıraş Fuad Əbdürrahmanov həmin gün şairin xatirəsini əbədiləşdirmək üçün ölüm maskasını işləmişdi. Rəssam Kəsim Kəzimzadə isə cənazənin ikinci günü, 28 mayda Ölüm Sevinməsin qoy adlandırdığı əsərində şairi son dəfə təsvir edir. Əsərin adını daşıyan bu misraları Səməd Vurğun vaxtilə yaxın dostu, görkəmli bəstəkarımız Üzeyir Hacıbəyovun vəfatı zamanı ona həsr etmişdi. Həmin bu misralar şairin məzar daşının üzərində də həkk olunub. Şairin vəfatı ilə əlaqədar gələn baş sağlığı teleqramlarının birində belə bir söz də var idi. Təskinliyiniz olmalıdır ki, bu gündən Səməd Vurğunun ölümsüzlüyü başlayır.